Sumqayıtda anasının bank kartından vəsaiti oğurlayaraq arvadına göndərən şəxs saxlanılıb. Sumqayıt şəhər polis idarəsinin əməkdaşları bu məsələni araşdırıb və məlum olub ki, Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsait naməlum şəkildə oğurlanıb. Polis hadisənin təfərrüatlarını araşdırarkən zərərçəkənin mobil tətbiqi və kartına kiber müdaxilənin olmadığını müəyyən edib. Bu hal isə oğurluğun zərərçəkənin ailə üzvlərindən birinin iştirakı ilə törədildiyinə əsaslı şübhələr yaradıb. Beləliklə, həyata keçirilən tədbirlər nəticəsində zərərçəkənin oğlu X. Əhmədov talama cinayətini törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun 4 ay ərzində anasının mobil telefonundan gizli şəkildə mobil bank tətbiqinə daxil olduğu, daha sonra hesabdakı pul vəsaitini həyat yoldaşına və özünə məxsus ayrı-ayrı kartlara köçürdüyü məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.